Sumqayıt Dövlət Universitetində Zəfər gününün 5-ci ildönümünə həsr olunan Qarabağ zəfəri, xalq, lider və ordu birliyi mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü və şəhidlik zirvəsinə ucalan tələbə məzunların xatirə abidəsi önünə gül dəstələri düzüblər. Ardınca Zəfər günü münasibətilə tələbələrin rəsm və əl işlərindən ibarət qaliblərin izində müsabiqə sərgiyə baxış keçirilib. Tədbirin rəsmi hissəsində Ulu Öndər və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Davamında Zəfər video çarxı nümayiş olunub. Konfransı giriş sözü ilə universitetin rektoru vəzifəsini icra edən professor Əminağa Sadıqov açaraq, Zəfər gününün 5-ci ildönümü münasibətilə prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi, 1-ci vitse-prezident Mehriban Əliyevanı, rəşadətli Azərbaycan ordusunu və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. O, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə əsası qoyulan hərbi quruculuq siyasətindən, ölkədə güclü və peşəkar ordunun formalaşdırılması istiqamətində görülmüş mühüm işlərdən bəhs edib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, Zəfər günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Bu, əsrlər boyu qeyd olunacaq möhtəşəm bayramdır. İcra başçısı onu da qeyd edib ki, bugün Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı bütün sahələrdə, iqtisadiyyatda, sənayedə, ordu quruculuğunda və beynəlxalq arenada böyük nailiyyətlərə imza atır. O, həmçinin Azərbaycanın tarixi zəfərini aparan yolun məhz prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində mümkün olduğunu xüsusi vurğulayıb. Daha sonra çıxış edən natiqlər 44 günlük vətən müharibəsində əldə olunan tarixi zəfərdən, Azərbaycanın ordu quruculuğu sahəsində həyata keçirdiyi geniş miqyaslı islahatlardan bəhs ediblər. Vurğulanıb ki, 8 noyabr Zəfər günü təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının qürur və birlik bayramıdır. Bu zəfər Türk dövlətləri arasında həmrəyliyin, milli kimliyin və ortaq dəyərlərin möhkəmlənməsində mühüm tarixi hadisə kimi qiymətləndirilib. Çıxışlardan sonra universitetdə Zəfər gününə həsr olmuş Qarabağ Zəfəri adlı esse müsabiqəsi, Qələbə turniri 2025 mini futbol yarışı və qaliblərin izində adlı rəsm sərgi müsabiqəsinin qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Sonda konfrans bədii hissə ilə davam etdirilib. Tələbələrin ifasında vətənə, zəfərə və qəhrəman şəhidlərimizə həsr olmuş şeirlər və mahnılar səsləndirilib. Bədii kompozisiya nümayiş olunub. Şəmstan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.